ID və class HTML atributlarıdır, hansı ki biz onları öz HTML elementlərimizə əlavə edirik və nəticədə həmin elementləri adlandırmış oluruq. Bu adlandırma bizə nə üçün lazımdır? Növbəti mərhələlərdə CSS-də və yaxud JavaScript-də kod yazanda bizə bəzən lazım olur ki, həmin bu elementlərə bir şəkildə müraciət eləyək. Və müraciət etmək üçün də ən çox ID və classlardan istifadə edirik. Bəs bu ikisi arasında fərq nədir? Hər ikisi elementi adlandırmaq üçün istifadə olunur, ancaq əsas fərq odur ki, biz ID-ni ancaq bir HTML elementinə verə bilərik. Yəni bir ID qiyməti bir HTML elementinə istifadə olunduqdan sonra başqa bir HTML elementində istifadə oluna bilməz. Ancaq klassda vəziyyət fərqlidir. Klassda biz birdən çox HTML elementinə eyni qiyməti verə bilərik. Və klassdan əsasən istifadə edirik bizim birdən çox elementimiz var, amma hər birinə oxşar stillər vermək istəyə bilərik və yaxud onları eyni qrup şəklində idarə eləmək istəyə bilərik. Bunun üçün klasslardan istifadə edirik. Yəni qısa olaraq desək, ID elementə unikal olan bir qiymətdir, amma class bir və yaxud bir neçə elementdən istifadə edə biləcəyi bir qiymətdir. Bunun üçün bir nümunəyə baxaq. P tag yaradıram və içinə lorem 4 olsun. Və mən bunu kopyalayıram, 3 dənə yaradıram fərqi görmək üçün. Mən bu P tagına qırmızı rəng vermək istəyirəm. Deyək ki, mətni qırmızı rəngdə eləmək istəyirəm. Bunun üçün style color red yaza bilərik. Gördüyünüz kimi rəngi burada qırmızı oldu. Amma biz əsasən öz stillərimizi hər dəfə HTML taglarının içinə yox, xüsusi bir ayrı CSS faylında və yaxud head tagının içində yazdığımız ümumi bir style tagində yaradırıq və orada əlavə edirik kodlarımızı. Bu həm oxunarlığı yaxşılaşdırmaq üçündür, həm də CSS kodlarımızı bir yerdə saxladıqda onları idarə eləmək və axtardığımız yeri tapmaq bizim üçün daha rahat olur. Mən burada başqa fayl yaratmaq əvəzinə bu səfər style tagının içində yazacağam və P yazıb color red yazsam, gördüyünüz kimi bütün P'lər qırmızı olur. Mən nə etdim? Buna selektor deyilir. Mən nəyə stillər vermək istəyirəm? P yazdığım, yəni P tagına bunu vermək istəyirəm. Və burada bu iki mötərizənin arasında yazdığım qiymətlər isə hələ ki color reddir. Tətbiq elədiyim stillərdir. Burada bir problem var. Problem odur ki, mən istəyirəm ki, sadəcə olaraq birinci paragrafın qırmızı olsun, digərləri yox. Amma burada hamısı oldu. Mən nə edərəm? Buna ID ilə bir qiymət verirəm. Adını istədiyim bir şey qoya bilərəm. Sadəcə daha anlaşılır və rahat istifadə edə bilək deyə mən red text yazıram. Və dediyimiz kimi bu A da ola bilər, B də ola bilər, istənilən hər hansı bir mətn də ola bilər. Sadəcə olaraq red text bu mənim öz seçimimdir və belə yazıram. Red text yazandan sonra mən bunu dəyişirəm. Burada bir DS qoyuram. DS buradan sonra yazacağımız sözün bir ID olduğunu bildirir. Və mən buraya red text yazsam, gördüyünüz kimi sadəcə olaraq birinci mətnim qırmızı rəngdə oldu. Əslində HTML-də xəta vermir. Mən əgər ikinci bir ID-ni götürüb burada red text yazsam, bu da qırmızı olacaq. Amma bu o demək deyil ki, bizim burada yazdığımız kod düzgündür. Çünki HTML özü bir çox hallarda ümumiyyətlə xəta vermir və bir şəkildə yazdığınız kod brauzerdə göstərilir. Yəni səhv ya da düz ola bilər, amma nəticədə sizin kodunuz çökmür və işləyir. Amma ID-ni birdən çox elementə vermək düzgün deyil. Mən red text əvəzinə buna başqa bir ID verə bilərəm və yaxud ümumiyyətlə ID yazmaya bilərəm. Bu şəkildə, amma deyək ki, mən ikinci mətnimdə göy eləmək istəyirəm. Burada ID blue text olsun. Və bu səfər blue textə vermək istədiyim üçün yenə DS qoyuram. Blue text. Və bunu da color blue yazıram. Və gördüyünüz kimi bunun da rəngi göy oldu. Və həmçinin bunu üçüncü paragraf tagı üçün də eləyə bilərik. Ancaq klassın istifadə yeri isə daha fərqlidir.
və class'ın bir üstünlüyü də var. Deyək ki, mən bu 2 elementə eyni rəngi vermək istəyirəm. Hətta bunu çoxaldıram. Buradakı 4 elementə ya da 3 elementə bir rəng vermək istəyirəm. Digər 2 elementə də bir rəng vermək istəyirəm. Mən normalda nə edərdim əgər ID-dən istifadə eləsəydim? Əgər sırf P taqından istifadə eləyib, yəni burada P yazsaydım, hamısı olacaqdı. Qırmızı rəngdə gördüyünüz kimi. ID yazanda da mən gərək ID-dən hər birinə red text 1 eyni ID ola bilmədi ki, red text 2 olacaqdı və s. Və mən burada götürərdim, red text 1 yazardım, sonra red text 2 yazardım. Bunun qabağında DS olmalıdır. Bu şəkildə vergünü ayıra bilirik və birdən çox elementə eyni stili verə bilirik. Və eyni şəkildə bunun üçün red text 3, red text 4 və s. yazacaqdım. Bu işləyəcəkdir, amma bizim kodumuzu çox uzadırdı və işimizi də uzadırdı. Bunun əvəzində class istifadə edə bilərik. Nə edirik? Dediyimiz kimi bir eyni class adını, eyni class qiymətini birdən çox elementə verə bilərik. ID-ni mən classını əvəz edirəm. Və bunun adını elə red text qoyuram. Amma classın üstünlüyü dediyimiz kimi birdən çox elementə verilə bildiyi üçün mən bunu seçirəm. Burada eyni şey verirəm. Burada və hətta 3 dənəsini demişdik. Və classda isə DS əvəzində biz nöqtə istifadə edirik. O deməkdir ki, bizim müraciət etdiyimiz element bir class name'ə aiddir. Yəni bu red text bir class adıdır. Bu biri silirəm və gördüyünüz kimi bu 3 elementimiz qırmızı oldu. Digər ikisini göy eləmək üçün eyni şəkildə class blue text yazmam, bu səfər blue yazıram. Sadəcə göstərmək istəyirəm ki, adlandırmanın hər hansı bir əhəmiyyəti yoxdur. Sintaks olaraq, yəni kodun işləyib işləməməsi ilə bağlı. Bunu da sırf blue edirəm və yenə işləmir. Çünki bu DS qoymuşam, DS ID deməkdir. Bunu mən class olduğunu bildirmək üçün qabağıma nöqtə qoyuram və bunların da rəngi göy oldu. Yəni qısa olaraq biz ID-ni istifadə elədik sırf bir elementi adlandırmaq üçün, amma klassı birdən çox elementi qruplaşdırmaq üçün istifadə elədik. Və mən bütün elementləri artıq sadəcə olaraq burada gördüyünüz bu 3 sətirdən idarə eləmiş oldum. Hər birini ayrı-ayrı adlandırma yazmaq əvəzinə. Bu ikisini silirəm və əlavə bir şey yazmaq istəyirəm. Eyni elementdə həm ID, həm class ola bilər. Məsəl üçün bunun ID olsun bold. Bu mətni biraz sonra qalın şriftə keçirəcəm üçün adını bold yazdım. Yəni dediyim kimi burada adlandırmanın bir əhəmiyyəti yoxdur. Daha sonra bütün classların, yəni red textlərin red olmağını istəyirəm, yəni qırmızı olmağını istəyirəm. Amma əlavə olaraq ID-si bold olan paragraf taqımın içindəki mətnində qalın şriftlə yazılmasını istəyirəm. Burada bold yazıram və font weight bold. Və gördüyünüz kimi həm qırmızı stil tətbiq olundu buna, həm də qalın şrift. Bundan əlavə dedik ki, biz bir elementin birdən çox ID-si ola bilməz, amma həmçinin də birdən çox elementin eyni ID-si ola bilməz, amma classda həm bir elementin birdən çox class adı ola bilər və yaxud bir neçə elementin eyni class adı ola bilər. Nə demək istəyirəm? Gördüyünüz kimi eyni class adını biz 3 elementə verdik. Amma bundan əlavə olaraq həm də eyni elementə 2 dənə class adı verə bilərik. Bunun üçün nə edirəm? Sadəcə olaraq burada bir boşluq qoyuram və deyək ki, burada da bir dənə text underline adında bir class adı yaratdım. Mən yenə nə edə bilərəm? Deyə bilərəm ki, hamısı qırmızı olsun. Bunu eləmişik onsuz da. Sadəcə ID-si bold olan qalın şriftlə yazılsın. Bunu da elədik. Amma biz əlavə bir şey edə bilərik ki, birincilə ikinci həm qırmızı olsun, həm də altından xətt çəkilsin. Mən bunu red textə versəm, bu şəkildə underline. Burada hamısının altından xətt çəkilir. Çünki hamısında red text var. Amma mən sadəcə ilk ikisini istəyirəm. Nə edərəm? Bu text underline-ı buradan kopyalayarım buna və ikinci elementə də əlavə eləyərəm. Burada nə baş verir?
İlk 3P elementimizin hamısında red text class name'i var. Ona görə hamısı qırmızıdır. Amma text underline sadəcə olaraq birinci və ikincidədir. Ona görə mən götürüb burada text underline yazsam və text decoration underline gördüyünüz kimi birinci, ikinci elementimiz altdan xətt çəkilmiş formata gəldi. Burada mütləq deyil ki, biz sırf ID ilə bu boldu verək. Bunu katı çevirə bilərik. Və sadəcə olaraq buradakı DS-i mən nöqtə ilə əvəz edirəm və eyni nəticəyə yenə gəlmiş oluruq. Buna götürərəm, əlavə bir dənə də bold class əlavə edirəm. 3 class name olacaq bu elementin və gördüyünüz kimi bütün stillər tətbiq olunur. Nə zaman ID, nə zaman class istifadə eləyəcəyik isə bu sadəcə olaraq koddakı tələbdən asılı olan bir şeydir. Bəzən biz ID əvəzinə class istifadə eləyə bilərik. Bəzən isə bizə mütləq şəkildə ID lazım olur. Bununla bağlı nümunələrə isə növbəti mövzularda baxacağıq.